9 mart buraxılışa düşən sintaktik təhlilə aid 31 nömrəli suala baxırıq. Nəhayət, hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməni aldım. Cümləsinin sintaktik təhlil sxemini müəyyən edin. Gəlin əvvəlcə sintaktik təhlil edək. Aldım. Nə etdim, aldım? Kim alıb? Mən almışam. Mübtədası buraxılmış müəyyən şəxsli cümlə. Nəyi aldım? Şəhadətnaməni. Haradan aldım? Gimnaziyadan. Yer zərfliyi. Nə zaman aldım? Hərbi xidməti başa vurduqdan sonra. Bu da zaman zərfliyi. Zərflik, tamamlıq xəbər. Yəni zaman zərfliyi, yer zərfliyi, tamamlıq xəbər. Cavabımız nə olacaq? Y bəndi. Sonra 32 nömrəli suala baxırıq. Hansı cümlədə fe'li sifət tərkibi işlənib? Yadınızda saxlayın ki, fe'li sifət tərkibi işlənib deyərkən ilk növbədə nəyə baxmaq lazımdır? An şəkilçisi. İlk növbədə burada an şəkilçisi yada düşür. Gəlin baxaq görək. Bu an şəkilçisindən əvvəl, yəni an şəkilçili fe'li sifətdən qabaq hər hansı bir müstəqil söz işlənməyibsə, müstəqil söz deyilsə, tərkibə daxildirsə, deməli o fe'li sifət tərkibidir. Yox, əgər həmin söz başqa bir cümlə üzvü ilə sintaktik əlaqəyə daxil olursa, deməli o fe'li sifət tərkibi olmayacaq. Başqa bir cümlənin sintaktik təhlilə daxil olacaq. Elə B bəndi doğrudur. Deyir ki, ahəstə süzən qartal anidən şikarına tərəf şığıdı. Necə, nə cür qartal? Ahəstə süzən. Aydındır, təyin. Burada artıq məlum olur ki, süzən sözündən qabaq ahəstə sözünün fe'li sifətə daxil olması ilə fe'li sifət tərkibi yaratmış olur. Yəni, ahəstə sözü fe'li sifət tərkibinə daxildir. Qalan digər variantlar yanlışdır. Ev sahibləri, A-da ev sahibləri mübtədadır. Xəbərlə uzlaşır. Asif sözü. Asif qoydu. Bu mübtədə ilə xəbər arasında uzlaşır. Sonra yazılmış tərkib deyil. Dostum xitabdır. Bu təhlilə cəlb olunmur. Bundan əvvəl də heç bir söz yoxdur. Yaşıllaşan sözündən də əvvəl heç bir söz olmadığı üçün tərkib yaratmır. Cavabımız 32-də B bəndi.